Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində yeni bir ev satışa çıxıb, indi inşallah qapını açıb sizə göstərəcəm. 95 min manatadır. Neçədir? Onun 12 yarıma. Çox böyük bir evdir, nəhəng bir evdir, 4 otaq. Yerləşdiyi ərazidə Saray qəsəbəsindən, Saray Petroldan gələndə Sumqayıtdan sağa dönüb Üzümlük oba var ha. Oradan gəlib girirsiniz içəri, düz marşrut xətti ilə buradan keçir, qapının ağzından. Bax, buradan qapının ağzından marşrut xətti keçir. Bu da evimizin darvazasıdır. Bax, buradan qapını açıb daxil oluruq həyətimizə. Bax, bu evdir. 12 yarımın 10'a. 4 otaqlı evdir. 95 bin manata satışa çıxarılıb. Fərdi yaşayış evidir. Yəni, kubça alıb qeyriyyətə düşə biləcəyiniz evdir. Bu həyəti bax, belə tam etçimi düzəldilib. Axırda bağ yeri, gül yeri, ağac yeri saxlanılıb. Evin 4 bir həndəvərinə fırlanmaq olur. Evin heç bir tərəfə hasara oturmayıb. Bax, belə böyük bir evdir. Hələ bunun padvanına birinci baxan aşağı. Sonra çıxıb inşallah yuxarı bir sizə göstərəcəm. Birinci gəlin padvala baxaq. Bax, görün nə qəşəng səlqəli sahmanlı padvalı var. Böyük bir, eyni proyektin aşağıda da bax belə bir padvalı var. Deməli, hər 40 santimdən bir atmalar atılıb. Hər 40 santimdən bir atmalar atılıb. Ondan sonra bir də ki, ricelləri var ortalarda. Deməli, bu zaldır, böyük zaldır, pəncərələri də var. Buradan sonra bir dənə yavaş-yavaş daxil olaq bu tərəfə. Ara kəsmələrə bir dənə baxın, ara kəsmələrinə qədər qoşadır. Bir dənə də buraya yaxınlaşaq. Görürsən, bax, bütün ara kəsmələri qoşadır. Bir dənə də böyük zal buradadır. Bax, aşağıda. Görürsünüz, 3 dənə pəncərəsi var. Görürsünüz, bax, belə. Bu kolonları da göstərə bir dənə zəhmət olmasa. Bax, görürsünüz, bu kolonlar 3 dənə kolondur. Biri burada, biri orada, biri də orada. Hər başda, ortada, axırda bax, belə kolonlar var. 95 bin manatdan da mütləq endirim olunacaq. Çox gözəl, səliqə sahmanlı bir evdir. İnşallah gəlib baxanda görəcəksiniz. Neçə daş kürsülüdür? 12 daş kürsülüdür. Bax, bayaq izah eləmişəm, qoy bir də deyim. Buradan da getməyə, bütün evi kurqavoy fırlanmaq olur. Trap da burada da var, başqa trap da var. Burada da var. 2 dənə trap qoymuşsan da. Biri burada, biri orada. 12 daş kürsülü evdir, piləkəndə abisofka ilə yığılıb. Bax, belə məhəccəri var. Çıxdıq buradan. Bax, qapıya bir dənə fikir verin. Çox qəşəng səliqəli evdir. Bunu gəlib baxanda inanıram ki, bunu bəyənəcəksiniz. Ayaqqabılarımı çıxardaq. İşıqları yandırdıq. Bax belə, bu evin koridorudur. 12 yarımın 10'a deyə siz təsəvvür edin. 4 otaqlı evdir. Padvalın həyətini göstərdim, bu da evimizin içərisidir. Bax, gör, koridorun böyüklüyünə baxın. Əllərimi də açıram ki, koridoru tam görəsiniz. 95 bin manatadır. 95 bindən mütləq indirim olunacaq. Başlayaq buradan. Görək, bura nədir? Bura mətbəxidir. Mebel arası da keramika vurulub. Mebelin altına da keramika vurulub. Pəncərəmizdə öz həyətimizə baxır. Bax, bu mətbəxidir. Kanalizasiya xəttinə qədər çəkilib hazırdır. Mərkəzi kanalizasiyadır. Qonaq otağı budur da. İndi zala baxaq. Zal neçədir? 6'nın 4'ə qonaq otağıdır. Baxın. Radiatorun yerlərinə qədər qoyulub hamısı. 6'nın 4'ə tək qonaq otağıdır. İndi bu otaqlara baxaq. Bax, burada bir otaq var. Bu neçədir? 3'ün 4'ə bu otaqdır. Bu da pəncərədən birbaşa öz həyətinə baxır. Kurqavoy qoşa daşla çizib, 60'ın 40'a bundan min. Kurqavoy qoşa daş kubiklə çizib, üstündən də 20'nin 40'a kəmər fırlatılır. Burada da sanitar qovşağımız. Baxın. Bu da sanitar qovşağıdır, bax belə. Sonra növbəti yataq otaqlarına baxaq. Bu bir yataq otağıdır. Ümumilikdə 4 otaqlı evdir, bax belə. Bu bir yataq otağıdır. Bir yataq otağı da buradadır. Bir yataq otağı da bax burada. Bütün otaqlar demək olar ki, böyüdür. Burada xırda balaca otaq yoxdur. Gələndə inşallah özünüz görəcəksiniz. Deməli, bir də izah edirəm. Saray qəsəbəsində Oba marketin yanından marşrut gedir, Sumqayıt marşrutları. Bax, düz həmin marşrutun yolunun üstündədir. Elə marşrutda düşən kimi birbaşa girirsiniz həyətə. 12'nin 10'a evdir, 2 sotdadır. Padvalını göstərdim. Kubcalı yanı fərdi yaşayışdır. Birbaşa qeydiyyətə düşə biləcəyiz evdir. Qaz, su, işıq sayğacları, kanalizasiyasındakı mərkəzi. 95 bindən də gəlib inşallah baxarsınız. Ev sahibi yaxşı endirim edəcək. Mütləq gəlin baxın bu evə inşallah. Sağ olun.